Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar, hər birinizi xoş gördük. Bugünkü canlı yayımda Dövlət Təhlükəsizlik Xidməti adlanan, əslində isə Əliyev ailəsinin təhlükəli komitəsinin, Xalq Cəbhəsinin sədri Əli Kərimliyə qarşı Əliyevin elə öz diktəsi ilə həyata keçirdiyi çirkin kampaniyanın təfərrüatları barəsində danışacağam. Ötən proqramlarımızda biz bu təxribatın təfərrüatları ilə bağlı sizə məlumat vermişdik və müəyyən qədər ümidlər də var idi ki, bu biabırçılığın, bu çirkin kampaniyanın artıq sonu gəldiyini bu işi icra edənlər dərk edəcək. Amma heç bir şey dəyişməyib, yeni bir xəbərlər var. O barədə sizi indi Əli Kərimlinin səhifəsindən paylaşılan xəbəri oxuyaraq məlumatlandıracağam. Sonra isə mənim özümün bu hadisə ilə bağlı şərhim olacaq və bəri başdan sizdən xahişim ondan ibarətdir ki, yayımın və mənim burada danışacağım sözlərin daha çox insana çatmasını istəyirsinizsə və hesab edirsinizsə ki, bu faydalıdır, paylaşın, kanala abunə olun. Beləliklə nə göstərilir, əziz tamaşaçılar? Təcili açıqlama adı altında yayılıb Əli bəyin bu vəziyyəti ilə bağlı məlumat göstərilir ki, ictimaiyyətin nəzərinə çatdırırıq ki, Əli Kərimlinin kamerasında ruhi xəstəni hələ də çıxarmayıblar kameradan. Bilə-bilə Əli Kərimliyə işgəncə verirlər. Uzun müddətli yuxusuzluq onu xeyli zəiflədib. Bundan başqa Əli Kərimlinin ailəsi ilə telefon danışığına da mane olurdular. Onun evə 15 dəqiqəlik zəng hüququ pozulub. Ailəsinə mesaj verdiyinə görə onun danışığını 3 dəfə kəsiblər və nəticədə cəmi 4 dəqiqə danışmağa imkan olub. Hakimiyyət Əli Kərimlinin təcridxanadan ailəsi ilə nələri danışa biləcəyini də müəyyənləşdirmək istəyir. Əli Kərimli bununla bağlı ailəsinə deyib ki, onun nə danışması hakimiyyətin istəyindən asılı ola bilməz. Stat. Mən məhz onların istəmədiklərini danışdığım üçün buradayam. Danışmasaydım heç bura düşməzdim. Vəkilləri Əli Kərimlinin hüquqlarının bərpası üçün məhkəməyə müraciət etsələr də, məhkəmə qanunsuz olaraq işi qeydiyyata almaqdan imtina edib. Beləliklə Əli Kərimli ilə məhbus kimi deyil, əsir kimi davranırlar və ona qarşı dövlət səviyyəsində cinayət törədilir deyə bugün yayımlanan açıqlamada göstərilir. Əziz tamaşaçılar, hörmətli həmvətənlər, əvvəlcə mən onu bildirim ki, ötən proqramlara kim baxmayıbsa məlum olsun, Əli Kərimlinin yanına salınan insan terrorçu dini qruplaşmalarda döyüşmüş, fəaliyyət göstərmiş və indi də ruhi vəziyyəti, psixoloji vəziyyəti yerində olmayan biridir. Ötən açıqlamalardan bəllidir ki, o gecə saatlarında durur, uca səslə zikr edir. Hər halda zikr deyirlər, bilmirik indi nə danışır orada, dua eləyir, falan eləyir və bu sistematik hal alır. Yəni bir gün, həftədə 2 dəfə falan da olmur bu. Hər gün davam eləyir və təbii olaraq balaca bir kamerada Əli Kərimlinin orada yuxu rejiminə ciddi şəkildə problem yaradır. İkinci bir məsələ, vacib məsələ ondan ibarətdir ki, bu adam özü Gürcüstanda saxlanılıb və orada məhz ruhi vəziyyətinin qaydasında olmamasına görə müalicə alıb. Belə bir adamı mənəvi işgəncə verməkdən ötürü Əli Kərimli ilə eyni kameraya salıblar, başqa bir insanı da salıblar ora. Bilmirəm, bu nə qanunla doğru deyil, nə etik baxımından, nə insani baxımından, heç düşmənçilik baxımından da doğru deyil. Və indi burada bu İlhamın təhlükəli komitəsinin rəhbəri Əli Nağıyevə və onun yanında işləyənlərə də sözüm olacaq. Darıxmayın. Xəlil istəyirəm ki, bu hadisə ətrafında mənə qədər fikirlərimi sizinlə bölüşüm. Oxudum, eşitdiniz. Əli Kərimlinin bir dustaq kimi, halbuki o dustaq da deyil, dustaq olmamalıdır, şərlənərək ora salınmış bir dəyərli Azərbaycan oğludur.
Hüququ var, qanunda göstərilib ki, ailəsi ilə 15 dəqiqə danışmalıdır. Bu danışığa hansı formada mane törədirlər? Vaxtaşırı kəsirlər onu, yəni 15 dəqiqəlik danışığın cəmi cümlətanı o 4 dəqiqəsini ailəsi ilə danışa bilib və açıqlamadan siz hiss etdiniz ki, orada geniş təfərrüatlarına varılmayıb, amma başa düşmək olur ki, hakimiyyət, DTX rəhbərliyi Əli Kərimlinin oradan nə danışmasını müəyyən eləmək istəyir. Onun danışığına, ailəsi ilə danışığına senzura tətbiq edirlər. Bilirsiniz ki, Əli Kərimli həbsxanada olsa da, dünya mətbuatının, eləcə də Azərbaycan ictimaiyyətinin diqqətini cəlb edəcək məsələlərlə bağlı vaxtaşırı açıqlamalar verir. Bunlar yayılır, insanlar xəbər tutur, təqdir edirlər ki, Əli Kərimli hətta həbsxana divarları arasında Dövlət Təhlükə Xidməti adlanan o qorxunc yerdə belə onu əqidəsindən döndərmək mümkün deyil. Dünya mətbuatında çıxış edir, Avropa mətbuatında çıxış edir vaxtaşırı açıqlamalar və bu danışıq hüququnu pozmaqla onun qarşısını almaq istəyirlər. Əli Kərimli o qədər operativ belə açıqlamaları verirdi ki, mən təəccüblənmirəm bir tərəfdən ki, çünki vətəndaşlarımız arasında xeyli dərəcədə siyasətdən, ümumiyyətlə dünyadan başı çıxmayan və yaxud da marağı olmayan insanlar var. Mənim şərhlərimə yazırdılar Əli Kərimlinin oradan göndərdiyi mesajları oxuyarkən yazırdılar ki, bu nətər həbsxanadadır ki, orada internet var. Yəni elə başa düşürdülər ki, Əli Kərimli internetlə oradan göndərir natiqə, natiq də buradan oxuyur. Onun ailəsi vasitəsilə danışanda telefonla qısa açıqlamalar verirdi, ölkədəki vəziyyətlə bağlı fikirlərini bölüşürdü və yaxud da telefonla dünya mətbuatının ona ünvanladığı sualları ailəsinə ötürürdülər, oradan da cavab verirdi. Vəkillərin də onunla kommunikasiyasına xeyli məhdudiyyətlər yaranıb. Mən bildiyimə görə onun yanına imkan vermirlər o materialları, filanları, qeydləri aparmağa, ciddi yoxlamalara plana məruz qoyurlar. Ötən proqramda mən danışmışdım dostlar. Azərbaycan cəmiyyəti çox uzaq tarixdə yox, elə o günlərdə 2-3 parlaq hadisənin şahidi olub. DTX-da saxlanılan məhbuslarla bağlı. Mənim üçün çox ağırdır Əli Kərimlini erməni terrorçuları ilə, separatçıları ilə müqayisə eləmək. Amma biz situasiyanı müzakirə edirik və Azərbaycan hakimiyyətinin 200-lüyünə, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinin 200-lüyünə, riyakarlığına nümunə göstərməkdən ötürü, onları ifşa eləməkdən ötürü. Bunların biri Vaqif Xaçaturyan idi, o birisi Ruben Vardanyan. Onlar çox ağır maddələrlə mühakimə olunurdular və Dövlət Təhlükəsizlik Xidmətində saxlanılırdılar. Söhbət Qarabağda terror törətməkdən gedir, dinc insanları öldürməkdən gedir, uşaqlardan, qocalardan. Yəni Xocalı faciəsi, Qarabağda erməni separatçılarla o quldurlarının törətdiyi cinayəti təfərrüatı ilə burada danışmağa ehtiyac yoxdur. Hər bir Azərbaycanlı bilir bunlar orada hansı vəhşiliklər həyata keçirmişdilər. Bu cür ağır maddələr altında saxlanılan Vaqif Xaçaturyanı humanizm adı altında İlham Əliyev əhv elədi. Onun adını humanizm qoydular. Onun trolları, yaltaqları, ayaqqabısını bağlayanlar çıxdılar Azərbaycan efirlərindən. Bunu Azərbaycan dövlətinin humanizmi kimi bizə təqdim elədilər ki, qoca xəstə kişidir, ölüb eləyərdi, ona görə İlham Əliyev buraxdı onu. Qoca terrorçunu, qocalıq terror törətmək üçün əsas deyil. Qoca da ola bilərsən, fiziki cəhətdən qüsurlu da ola bilərsən, amma bu sənin cinayətlərinin bağışlanması üçün əsas deyil. Şübhəsiz ki, İlham Əliyev onun üzərində təsiri olan qüvvələrə xoş gəlməkdən ötürü Vaqif Xaçaturyanı buraxdı. Adın humanizm qoyaraq. Belə bir dırnaqarası humanist dövlət başçısı öz əlaltıları ilə Əli Kərimlini orada hansı qeyri-humanist işgəncələrə məruz qoyurlar. Əli Kərimliyə hətta o işgəncələr verilməsə belə, o Dövlət Təhlükəsizlik Xidmətində ən rahat çarpayda yatsa, ən gözəl nemətləri ona versələr, ən yaxşı əyləncələri onun üçün təşkil etsələr belə, günahsız bir insanın, o cümlədən Əli Kərimlinin
orada saxlanması ən böyük işgəncədir və cinayətdir. Adamı tutubsuz, şərləyibsiniz, böhtan atıbsınız, istintaq da apara bilmirsiniz, ortaya möhtəbər faktlar qoya bilmirsiniz. O dörd divar arasında onun qurduğu cümlələrin qarşısında davam gətirə bilmirsiniz. Əlinizdən ancaq heyvərəlik, heyvani instinktlə davranmaq gəlir. Ruben Vardanyanın adını nəyə görə xatırlatdım? Digər separatçılar da orada saxlanılırdı və çəkib hökumət televiziyaları göstərmişdi, yadınızda var ki, onlara necə yemək verirlər, kitabxanada necə istirahət edir, onlar oxuyurlar, filan edirlər. Ruben Vardanyanı ona görə xatırlatdım ki, bilmirəm sizin xəbəriniz var, yoxdur. O da hər həftə Ermənistanda ailəsi ilə danışardı. Və böyük 20 dəqiqəlik, nə bilim 15 dəqiqəlik, 10 dəqiqəlik çıxışlar elirdi və publik çıxışlar. O çıxışları, yəni ailəsi ilə məişət söhbətləri janrında olan danışıqları demirəm. Publikaya xitab eləyən, Ermənistan cəmiyyətinə, diaspora xitab eləyən çıxışlar eləyirdi və o çıxışları yoldaşı YouTube kanalına qoyub yayımlayırdı. Ruben Vardanyana edilən bu jest Əlikərimliyə edilmir. Diqqətli olun, mən qətiyyən erməni dustağı olmur, lap hansı dustaq olur olsun, millətimizə düşmən olsun, dost olsun. Onun hüquqlarının məhdudlaşdırılmasının tərəfdarı deyil. Demirəm ki, digər dustaqlarla da Əlikərimli kimi rəftar edilməlidir. Açıq deyirəm və çox sadə deyirəm. Deyirəm ki, terrorçu adlandırdığınız, qatil adlandırdığınız, Azərbaycan ictimaiyyətinin nifrətin qazanan separatçılara göstərdiyiniz münasibəti Əlikərimliyə göstərməlisiniz. Hüquq, qanun bunu tələb edir. Və heç kim düşünməsin ki, Əlikərimlinin sabahlar ümumiyyətlə ailəsi ilə danışıq imkanları məhdudlaşdırılsa, vəkilləri ilə görüşü məhdudlaşdırılsa, ona heç bir cəmiyyətlə təmas üçün imkan verilməsə, bu məsələlər sönüb gedəcək. Mümkün deyil. Əlikərimliyə orada senzura tətbiq eləmək istəyirlər, yol göstərmək istəyirlər ki, Əli bəy, bu cümlələr danış, bu cümlələr danışma. Bu mövzuda danış, bu mövzular danışma. Əlikərimlini siz hələ də yaxşı tanımamısınız deyəsən. Nəinki Əlikərimli, heç onun əqidədaşların çıxdığı yolu da yaxşı tanımırsınız. Xalq cəbhəsinin sıralarında cəbhəçi keyfiyyəti Əlikərimli qədər olan yüzlərlə insan var. Minlərlə demirəm ki, biraz abartmış saya bilərsiniz, amma minlərlə insan var xalq cəbhəsinin sırasında ki, Əlikərimlinin daşıdığı ideyalar daşıyıb ifadə eləməyə hazırdır. Sadəcə bu insanlar özlərinin lideri kimi Əlikərimlini görüblər. Yəni Əlikərimliyə indikindən 10 qat, 50 qat artıq da məhdudiyyətlər tətbiq etmiş olsanız, bu insanların əzmini, dirənişini, mübarizə şövqünü artırmış olacaqsınız. Cəmiyyətdən də qazandığınız ancaq nifrətdən başqa heç bir şey olmayacaq. Və Dövlət Təhlükəsizlik Xidməti bilməlidir ki, bu məsələlər heç biri ötüşüb keçməyəcək. İndi bilirsiniz də moddur, sosial şəbəkələr dövrüdür. Bəlkə də bu gündəmin tez-tez dəyişməsi bunları da həvəsləndirib ki, bir hadisə olur, ölüm olur, itim olur, cəmiyyət bir gün, 2 gün danışır, sonra yaddan çıxır, yeni bir hadisə çıxır, yaddan çıxır. Əlikərimli hadisəsi belə olmayacaq. Bu tarixdir. Minlərlə şahidi olan tarixdir. Heç nə gizli qalmır və xoşbəxtlikdən Azərbaycanda demokratiya uğrunda mübarizə aparan insanların sayı da kifayətdir. Həm Azərbaycanda, həm Azərbaycandan xaric. Biz heç bir halda imkan verməyəcəyik ki, nə Əlikərimlinin, nə onun ifadə etdiyi fikirlərin susturulmasına Azərbaycan hakimiyyəti nail olsun. Bugünə qədər bir vahid danışmışıqsa, sizin elədiyiniz bu alçaqlığa görə 10 vahid danışılacaq. Hər gün xatırlanacaq və bu məsələlər itməyəcək, batmayacaq və əmin olun ki, bu rejim də dağılacaq. Sovet KGB-si, Dövlət Təhlükəsizlik Komitəsi dünyanın ən amansız, ən əzazil
və müəyyən qədər də ən peşəkar sistemi sayılırdı. Dəmir Felixin qurduğu. Amma o dəmir bir gün eroziyaya uğradı. Bütün murdarlıqları üzə çıxdı. Və xalq bildi ki, onun qəhrəmanları kimdir? Alçaqları kimdir? Elə Dövlət Təhlükəsizlik Xidmətinin 10 metr o tərəfində bizim Fəxri Xiyabanı var. Və o Fəxri Xiyabanda müəyyən baş daşları var ki, hələ də üstündə yazılar qalır ki, o vaxt bolşeviklər uydurublar ki, hə, filankəsi müsavat cəlladları öldürmüşdü. Yəni müsavatçılara, o dövrü cümhuriyyəti quranlara cəllad deyirdilər. Dövlət Təhlükəsizliyi o zamanki NKVD-nin əli ilə Azərbaycanın nə qədər parlaq ziyalıları ortadan qaldırıldı, repressiya olundu, sürgünə göndərildi, həbslərə məhkum edildi. Amma zaman dəyişdi və dəyərlər də bundan tamam dəyişdi. O zaman o troykaları quran, torba tikənlər, iş verənlər, istintaq aparanlar hamısı bir mənalı olaraq Azərbaycan xalqının lənət kitabçasındadır. Bugün Dövlət Təhlükəsizlik Xidməti o ənənələri davam elətdirir. Və siz biləsiniz ki, sizin aqibətiniz o vaxtdakılarından da pis olacaq. Çünki o quruluş Azərbaycan xalqı qəbul edirdi ki, yad bir quruluşdur, işğalçı bir quruluşdur. Özümüzdən də bir təsəlli üçün bir şeylər uydurmuşduq ki, o repressiyanı aparanlar Azərbaycanlı deyir, qeyri millətdəndirlər. Qanları qanlarımızdan, dinləri dinimizdən, dilləri dilimizdən deyil. Sizi hamı tanıyır, nəslinizi, nəcabətinizi və Azərbaycanın içindəniz və Azərbaycandan da heç bir yerə baş götürüb qaçan deyilsiniz. Bu təhdid deyil, yəni heç kim hansı bir cəbhəçi sizi tutub şaqqalamaq, dar ağacına asmaq vəd eləmir. Amma ondan da pis aqibətlər var ki, sizi o gözləyir. Çünki sizin elədiyinizin heç bir kitabda yeri yoxdur. Dövlət Təhlükəsizlik Xidmətinin əziz dostlar, rəhbəri Əli Nağıyev ki var, o vəzifəyə gələndə belə təqdimatı gedirdi ki, əvvəlki sələfindən fərqli olaraq daha peşəkardır, daha nə bilim Azərbaycancıdır və s. Və Eldar Mahmudovun zamanında Pərviz Həşimli deyə bir iş olmuşdu. O vaxt Eldar Mahmudov Pərviz Həşimlini həbs eləmişdi və ona işgəncə verərək, müəyyən vədlər verərək tələb edirdilər ondan ki, Əli Kərimlinin üzünə dur. Əli Kərimlinin üzünə dur, denən ki, Əli Nağıyevlə Əli Kərimli arasında vasitəçi olmuşam. O dözdü, müqavimət göstərdi və bu iş alınmadı. İndi Əli Nağıyev İlham Əliyevin göstərişi ilə eyni əzazilliyi eləyir. İndi burada kimsə çıxıb deyə bilər ki, o kimdir ki, İlham Əliyev buyurur, eləsin. Bununla məsuliyyətdən yaxa qurtarmaq olar. Birincisi, sən qanunsuz iş görürsən. Namərd iş görürsən. Günahsız insana işgəncə verirsən. Günahsız insana torba tikirsən. Qurama tikirsən, ləkələyirsən. Dövlət Təhlükəsizlik Xidməti nə deməkdir? Dövlətin, millətin təhlükəsizliyinin qayğısına qalmaq. Bu təkcə sərhədləri qorumaq, nə bilim, hansısa bir antiterror əməliyyatı falan keçirtmək deyil ki, cəmiyyətin təhlükəsizliyi həm də onun cəmiyyətin dəyərli insanların təhlükəsizliyinin qayğısına qalmaqdır. Amma sizin vasitəsindən, sizi maşa edərək, cəmiyyətin proqresi üçün, gələcəyi üçün, rifahı üçün çalışan insanlar şərlənir, böhtana məruz qalır. Və bununla da ürəyi soymur ona o dar həbsxana hücrəsinin içərisində mənəvi, fiziki işgəncələrə məruz qoyursunuz. Bunun cavabını verməyə necə düşünürsünüz ki? Sualımın əvvəlinə qayıdıram ki, deyərlər ki, İlham buyurur, bu da eləyir. Bunun bəraəti yoxdur. Sabahları Azərbaycanda ədalətli məhkəmə qurulanda heç bir bu qurama işi, bu alçaqlığı edən adam bu əsasla canın qutara bilməyəcək. Və heç kim də arxayın olmasın ki, dövran belə gedəcək. Yox, belə getməyəcək. Bax, mən Natiq Ədilov sizə söz verirəm. Bu quruluş dəyişəcək.
bu rejim gedəcək, Azərbaycanda demokratiya qurulacaq və bütün bu repressiyaları həyata keçirən, istər siyasətçilərə, istər biznesmenlərə, istər sadə adamlara, qanunsuz hökmlər çıxardan, işverən olan torba tikənlər hamısı cavab verəcək. İctimai mühakimələri də olacaq, hüquqi mühakimələr də. Çünki dediyim kimi, bunu gizlətmək mümkün deyil. Minlərlə şahid var, sənədləşdirilir, beynəlxalq hesabatlar. Bu çirkabda rol almaq istəməyən insan istefa verib uzaqlaşmalıdır oradan. Mən demirəm çıxıb hətta etiraz eləməlidir ki, bunu da insanlıq, vicdan tələb eləyir. Bəs sən bu gün də etiraz eləməyəcəksənsə, bu çirkabdan da özünü kənarda saxlamayacaqsansa, nə vaxt hərəkətə keçəcəksən? İstifa verin, uzaqlaşın, gedin başqa işlə məşğul olun, başqa ölkəyə keçin. Axı siz cinayətə sürüklənirsiniz, cinayətə və sizin hətta bu rejim qaldığı təqdirdə belə təhlükəsizliyinizə heç kim qarantiya verə bilmir. Eldar Mahmudovun, Akif Çovdarovun, ondan əvvəlki KKB-şniklərin aqibəti buna parlaq nümunədir. Mən indi burada durub KKB-şniklərə, o MTN-şniklərə ağıl öyrətmək istəmirəm. Sadəcə onları vicdana dəvət edirəm, məsuliyyətə dəvət edirəm. Siz bu xalqla qanun qarşısında hesablaşacaqsınız. Elədiyiniz bu çirkinlikdən əl çəkin. İşgəncələrə son qoyun, utanın. Və mənim əsas müraciətim, əsas sözüm Azərbaycan cəmiyyətinədir. Bilirsiniz, vaxtaşırı Azərbaycanda belə müzakirələr gedir də. Falan vaxtı KKB-nin arxivi açılmayıb, ona görə bugün deyik. KKB-nin arxivi açılmalıdır. Agentlər kimdir, işverənlər kimdir bilməliyik. Bilmək, mən də istəyirəm bilmək. Amma bugün gözümüzün qabağında agent falan axtarmağa ehtiyac yoxdur ki. Bax, bu işverənlər, işgəncə verənlər bizə bəllidir, bəlli deyil. Hanı bizim onlara münasibətimiz? Eldar Mahmudovun işində çox sayda mətbuatın içərisində, ictimai siyasi sferada işverənliklə məşğul olan, trolluqla, pulla məşğul olan adamların adı açıqlandı. Xəbəriniz var ondan, yoxsa yoxdur? 20 idi, yoxsa 30 idi insanın adı. Jurnalist, siyasətçi, QHT-şnik. Hanı ona münasibətiniz? Mən başa düşürəm, bəziləri o dırnaqarası ulduza çevrilənlərə Rauf Arifoğlu daxil münasibət pisdir. Amma eyni zamanda biz görürük ki, o adamlara belə yaltaqlananlar var. Təbriklər yazanlar var, can sağlığı arzulayanlar var. Hələ bu agentləri qoyduq qırağa. Agent peşqa bir şeydir. Kimdir ki? İcra eləyənlər var. Bax, bu Əli Nağıyevdən tutmuş, bu kimi işləri polisin içərisində, məhkəmənin içərisində, prokurorluğun içərisində aparanlar var. KKB agenti dediyimiz adam, yəni obraz olaraq nədir? Yaxşı adamları şərləyən mərdimazarlar, iş verənlər, düzdürmü? İşi verdiyi adamlar bəllidir də. O adamlar torba tikir, amma o zakas verənlər, sifarişi verənlər, icra edənlər bizə bəllidir. Dövlət aparatı, bütün İlham Əliyevin dövlət aparatı. Ona münasibətimiz necədir? Keçmiş tarix həmişə maraqlı olur. Həm də biraz təhlükəsizdir də. Tarixi söhbətlər eləyirsən, öz rəyini deyirsən. Heç kim sənə ona görə nə asmır, nə kəsmir, mühakimə eləmir. Uzaqbaşı mübahisə eləyirsən, bitir gedir. Səndən hərəkət tələb eləmir. Başa düşürsünüzmü? Fikrimi çatdıra bilirəm. Hərəkət, tarixi müzakirələr səndən bir fəaliyyət tələb eləmir dərindən götürəndə. Dərk eləyə bilərsən, nəticə çıxarda bilərsən. Amma bugünün tarixi, bugün yaşayırıq, bu da bir tarixdir də. Bunu düzgün qiymətləndirmək və ona uyğun hərəkət eləmək lazımdır. Ki, mənim bütün danışdıqlarım məğzini də mən ora gətirmək istəyirəm ki, gözümüzün qabağında Əli Kərimli daxil olmaqla bu xalqın firavanlığı üçün, azadlığı üçün çalışan insanlar monarxiya, quzğun bir işğalçı rejim tərəfindən əzilir, repressiya olunur. Və bizim bir vətəndaş kimi borcumuz bu repressiyalara məruz qalan insanları, siyasi məhbusları
siyasi fəalları dəstəkləmək onların sıradaşı, yandaşı olmalıdır. Onlarla əqidədaşlıq eləməkdir ki, bu rejim azğınlığını dayandırsın. Bugünlük bu qədər. Əziz dostlar, sağlıqla qalın. Əgər bəyəndinizsə verilişi paylaşmağı, kanala abunə olmağı unutmayın.